2024-cü ildən artıq alınmış avanslar barədə qaymələrin göndərilməsinin tətbiqinə başlanmışdır. Belə ki, vergi ödəyiciləri digər vergi ödəyicilərindən avans aldığı gün həmin avansa uyğun vergi ödəyicinə elektron qayma faktura təqdim edir. Bu zaman sadəcə avans qayması təqdim edir. Və nə zaman ki, mal, iş, xidmətin təqdim edilməsi baş tutur, o zaman artıq malların təqdim edilməsi, işlərin, xidmətlərin təqdim edilməsi qayməsi təqdim olunur. Lakin bu təqdim olunarkən bizim avans qayməsinə istinad etməyimiz şərtdir ki, bizim göndərdiyimiz avans qayməsi artıq sistemdə passiv olaraq görünsün. Bunun üçün mal, iş, xidmətlərin təqdim edilməsi barədə elektron qayma fakturaya daxil olub vöyünü yazırıq. Mal, iş, xidmət təqdim etmək istəyirik. Onun vöyünü daxil etdikdən sonra malların, işlərin, xidmətlərin təqdim edilməsi barədə elektron qayma fakturaya keçid edirik. Malların, işlərin, xidmətlərin elektron qayma fakturası yazılması hissəsini keçərkən mallar və xidmətlərdən müvafiq kodu yazıb malın iş xidməti qeyd edirik. Qeyd etdikdən sonra ölçü vahidi və miqdarını, həmçinin məbləği qeyd edirik. Və bu hissələri artıq ƏDV-yə 18% dərəcə ilə cəlb olunan, 0 dərəcə ilə ƏDV-dən azad yaxud da ƏDV-yə cəlb edilməyən olan hissələrinə müvafiq şəkildə doldururuq. Doldurduqdan sonra əlavə etdikdən sonra artıq bizim üçün həmin hissə görünür. Lakin biz bu qaymə üzrə avans məbləğini əldə edəndə qarşı tərəfə avans qayməsi göndərmişik və o avans qayməsinin artıq bu malların təqdim edilməsi qayməsi ilə bağlanmasını göstərməliyik. Bunun üçün qaymənin aşağı hissəsində alınmış avans ödənişlər barədə elektron qayma faktura hissəsi var ki, ora kliklədikdən sonra biz daxil olmaq istəyərkən bizim göndərdiyimiz avans qaymələri barədə məlumatlar görünür. Bu avans qaymələri indi mal təqdim edilməsi qayməsinə hansı vergi ödəyicisini yazırıqsa, ona təqdim olunmuş avans qaymələridir. Bu zaman onlardan hansına uyğun olaraq biz malların təqdim olunması qayməsini veririksə, o məlumatı əlavə edirik və gördüyünüz kimi burada biz həmin 953 manata əlavə etmişiksə, indi onun hansı hissəsini bağlayırıqsa və hansı hissəsinə təqdim ediriksə, o hissəni əks etdiririk. Bundan sonra əsas məlumat hissəsində təbii ki, müqavilə və digər müvafiq məlumatları doldurduqdan sonra biz qayməni qeydiyyata alırıq və ondan sonra qarşı tərəfə göndəririk. Avans qayməsi onun malların təqdim olunması qayməsində göstərilməsi. Bununla bağlı hansısa bir sualınız olarsa, rəylərdə bildirməyinizi xahiş edirəm.